Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Ve iz qala Musa liqavmihi innallaha ya'murukum en tezbehu bekara. Qalu etettehuzuna huzuven. Qala euzu billahi en ekuna minel cahilin. Salamün aleykum, hər vaxtınız xeyirli olsun əziz tamaşaçılar. Bəhsimiz Məcmuəl Bəyan təfsiri əsasında Bəqərə surəsinin 67-ci ayəsindən 71-ci ayəsinə qədər olan ayələrin təfsiri və qısa izahıdır. Biz keçən verilişimizdə bu ayələrdə keçən lüğətləri məna elədik. Təfsirinə və izahına vaxtımız olmadı. Bu ayənin zahiri mənasında Allah Taala Bəni İsrailə, Peyğəmbərin zamanında yaşayan o Yəhudilərə həqiqətdə xatırlatma edir. Yad edin o zamanı ki, Həzrət Musa əleyhissalam öz qovmunə dedi ki və əmr edərək dedi ki, bir dənə bəqərəni, bir inək kəsəsiniz. Bu hekayəsinə keçən verilişdə işarə etdik qısa olaraq. Artıq qayıtmıram və ayədə keçən 67-ci ayədən 71-ci ayəyə qədər keçən lüğətlərin hamısını mən məna etdim. Amma bu inək məsələsi nədən ibarətdir? Və hətta buyururlar ki, Bəqərə surəsi ki, 286 ən uzun surədir. Bu surəyə Bəqərə adının verilməsinin səbəbi Bəqərə surəsində keçən bu ayələrdir və bu qissə və bu hekayədən ibarətdir ki, bu surənin adına Bəqərə deyiliblər. Bəqərə, yəni surətulləti, o surəyə deyilir ki, o surədə bəqərdən söz açılır. Bəqərədən, yəni inəkdən bəhs olunur. Hansı inəkdən? Bu həmin hekayə ki, 67-ci ayədən 71-ci ayələrdə keçir. Amma bunun səbəbi nədir ki, Allah Taala Musa əleyhissalama əmr edir ki, bu bəqərə, bu inəyi kəssinlər və o inəyin də xüsusiyyətləri bundan ibarətdir. Əminül-İslam Təbərisi Əyyaşidən nəql edir ki, Əyyaşi öz kitabında İmam Rıza əleyhissalamdan Bəqərə surəsinin bu ayələri haqqında bir hədis nəql edir. Belə ki, Bəni İsraildən bir şəxs özünün yaxın adamını öldürür, sonra onu atır Bəni İsrailin hörmətli qəbilələrin birinin evinin kənarına. Yəni qatil başqadır, öldürür öz yaxın adamını, məqtulu, o ölən şəxsin cənazəsini aparır Bəni İsrailin o əzəmətli, hörmətli qəbilələrinin birinin evinin kənarına. Sonra gəlir Həzrət Musa əleyhissalamın xidmətinə və tələb eləyir ki, bəli, mənim yaxınlarımdan biri öldürülüb, onun qisasını tələb edir. Və Musa əleyhissalama deyir ki, filan kəs öldürüb. Və Musa əleyhissalamdan tələb eləyirlər ki, bunun qatilini sən tap. Sən denən ki, bunun qatili kimdir və onu mühakimə elə. Musa əleyhissalam da Allahın əmri ilə deyir ki, bəli, mən üçün bir inək gətirin. Bunlar inək gətirmək əvəzinə başlayırlar demək ki, sən bizi məsxərə edirsiniz. Hətta İmam Rıza əleyhissalamın hədisində vardır ki, əgər onlar elə Həzrət Musa əleyhissalam ki, dedi, gedin bir inək gətirin. Onlar dərhal hər hansı bir xüsusiyyətə malik olan inəyi gətirib kəssəydilər, bu kifayət edərdi. İmam Rıza əleyhissalam belə buyurur, vələv ennəhum əmədu ilə bəqərətin əcəətum, hər hansı bir bəqərəni inəyi gətirsəydilər, kifayət edərdilər. Və lakin şəddədu fəşəddədəllahu aleyhim. Lakin onlar özləri başladılar ardıcıl soruşmağa, rəngi necə olsun, xüsusiyyəti nədən ibarət olsun, neçə yaşı olsun, bunları dedikcə Allah Taala da onlara bir sıra xüsusiyyətləri qeyd elədi ki, artıq bu xüsusiyyətə malik olan heyvan bir dənə idi. O bir dənənin də nə xüsusiyyəti var və nəql edirlər ki, fəvvəcəduhə ində fətən min Bəni İsrail. Belə xüsusiyyətə malik olan inəyi yalnız və yalnız bir Bəni İsraildən olan bir cavanın yanında tapdılar ki, o deyilən xüsusiyyətlərə malik olsun. Nə yaşlı olsun, nə çox cavan olsun, orta olsun, sarı olsun, sarı da tünd sarı olsun. Belə ki, onun üzərində ağ ləkəsi də olmasın, nə
əkin suarmaq üçün ondan istifadə ediblər, nə yeri şumlamaq üçün ondan istifadə ediblər. Bütün xüsusiyyətləri ki, qeyd olundu, belə xüsusiyyətə malik olan bir dənə inək idi ki, Bəni İsrailin cavanlarının birinin yanında idi. Onlar getdilər, məcbur idilər, getdilər onu almağa. O da dedi ki, mən bunu satmıram. Məgər bunun dərisinin tutumu qədərində mənə qızıl verəsiniz. Gəldilər Həzrəti Musa əleyhissalamın xidmətinə, dedilər ki, ya Musa, belə xüsusiyyətə malik olan bir inəyi var, o inəyin də sahibi deyir ki, mən ancaq bu qiymətə satıram. Musa əleyhissalam buyurur ki, bu Allahın əmridir, gərək həmin məbləği tapıb verəsiniz, o inəyi alasınız. Onlar da edirlər. İmam Musa əleyhissalam hədisin davamında deyir ki, Peyğəmbərin bəzi səhabələri soruşdular ki, İnnə hazihil bəqərə ma şə'nuha. Bu inəyin nə kimi xüsusiyyəti var idi, nə kimi dəyəri var idi ki, onlar gərək həmin bu inəyi kəsirdilər. Əziz Peyğəmbərimizdən rivayət belə nəql olunub ki, Peyğəmbərimiz buyurdu, Bəni İsraildən həmin bu cavan ki, bu inəyə malik idi, öz ata-anasına yaxşılıq edən bir cavan idi. Onların hörmətində durardı. Həqiqətdə tacir idi. Bir malı var idi, satmaq istəyirdi və buna da bir müştəri tapdı. O müştərini gətirdi evə ki, həmin malını versin. O, ambarın deyək, kilidi, açarı atasının yatağının altında idi. Gəldi ki, onu götürsün, gördü ki, atası yatıb, atasını incitmədi, narahat eləmədi, durğuzmadı. Əziz Peyğəmbərimizdən bu rivayət nəql olunub. Durğuzmadı və müştəri də əldən çıxdı. Ata özü durduqdan sonra məlum oldu ki, ona həqiqətən öz övladı istəyirdi bunu satsın, amma atasını narahat etməsin deyə onu durğuzmadı. Deyirlər ki, həmin o inəyi bağışlayır öz oğluna. Bu cavanın elədiyi bu yaxşılıq, atasına elədiyi bu hörmət, onu incitməmək, onu narahat etməmək səbəb oldu ki, bu xüsusiyyətə malik olan inək yalnız və yalnız bu cavanda tapılsın və o cavan ki, öz malını satsaydı nə qədər gəlir əldə edəcəkdi, onun neçə bərabərini atasının verdiyi bu inəyin müqabilində Bəni İsraildən bunu alır. İbn Abbas belə nəql edir ki, öldürülən şəxs həqiqətdə qoca bir şəxs idi. Onun qardaşı oğlu bunu öldürmüşdü. Bu artıq başqa bir rivayətdir. İbn Abbas nəql edir ki, qoca şəxs idi, onu öz qardaşı oğlu öldürür və bəzi Bəni İsrailin qəbilələrinin qapısının ağzına atır. Sonra iddia edir ki, bunu öldürən həmin Bəni İsrail qəbiləsindəndir. Və Musa əleyhissalamın xidmətinə çatırlar. Musa əleyhissalam buyurur ki, bir dənə inək kəsməlisiniz. Bu da Allahın əmri ilə. Fəəmərəhum Musa ən yəzbəhu bəqərətən və yadribul qətilə bi bəziha. Və əmr edir ki, bunu kəsdikdən sonra o inəyin bir hissəsini vursunlar o ölən şəxsə. Ölən şəxs diriləcək. Fəyuhyillahul qətilə. Allah Taala bu öldürülən şəxsi dirildəcək. Fə yubəyyinu mən qətələ. O dirildikdən sonra özü deyəcək ki, bunu kim öldürmüşdür. Və qilə qətələhu ibnu əmmuhu. Əmsi oğlu onu öldürmüşdür. Bəzən də deyirlər qardaşı oğlu. Burada rivayətlər müxtəlifdir. Və öldürməsinin də səbəbi bu idi ki, bəziləri buyururlar ki, öz əmisin ya əmisi oğlu idi, ya qardaşı oğlu idi. Bunu öldürdü ki, həqiqətdə bu qoca şəxs idi və istəyirdi bu ölsün, gec öldüyünə görə bu onu öldürdü ki, onun malından irs aparsın, onun malı mülkü buna çatsın. Bəziləri də buyurdular ki, xeyr, bu istəyirdi ki, öz əmisi qızı ilə ailə qursun, evlənsin, elçiliyi də getmişdi, əmisi buna qızın vermir, başqasına vermək istəyirdi. Bu baxımdan onu öldürür ki, onun qızı ilə evlənsin. Bu artıq müxtəlif rivayətlərdir. Hər halda bir cəhəti bundan ibarət idi ki, işarə olundu ki, Allah Taala o cavanın atasına hörmət etdiyinə görə bu vəziyyəti qabağa gətirir ki, o cavan bu mala mülkə çatsın, bu qazancı əldə etsin. Eyni zamanda
Bəni İsrailin bu müşkülünü də həll edir. Başqa bir cəhəti də var, bəzi rivayətlərdə nəql olunur. O da bundan ibarətdir ki, onlar nə üçün məsələn məmur olmadılar ki, dəvəni kəssinlər və yaxud da qoyunu kəssinlər, hər hansı başqa bir heyvanı kəsib onun bədən üzvünü vursunlar o öldürülən şəxsə və o öldürülən şəxs dirilsin, öz qatilini göstərsin. Bunun səbəbinə gəldikdə bəzi alimlər buyururlar ki, təfsirlərdə də vardı. Çünki bunlar bir növ inəyə pərəstiş elədilər, o buzova pərəstiş elədilər. Allah Taala istəyirdi o buzovun, o inəyin dəyərini onların gözündə aşağı salsın. Bu bir dənə heyvandır, özünü müdafiə eləyə bilmir. Siz necə eləyə bilərsiniz ki, gələsiniz belə bir məxluqa ibadət edəsiniz. Yəni bunlar bir müddətdə Həzrət Musa əleyhissalam Tur dağında olanda bu buzova ibadət etmişdilər, pərəstiş eləmişdilər. Allah Teala o Bəni İsrailin gözünün müqabilində əmr edir ki, siz gərək inək kəsəsiniz. Ki inək kəsilsin, bilin ki, inəyə pərəstiş eləmək doğru və düzgün deyil. Bu həqiqətdə Bəqərə surəsinin 67-ci ayəsindən 71-ci ayəyə qədər olan ayələrinin nazil olmaq səbəbi və hekayəsi idi ki, sizin nəzərinizə çatdırdım. İnşallah gələn verilişimizdə bu ayənin artıq təfsiri və qısa izahını siz əzizlərin nəzərinə çatdıraram. Hamınızı Allaha tapşırıram. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.